Təsəvvür et, bir səhər dünya oyanır və başlıqlar belədir. ABŞ İranı vurdu, Çin Tayvan boğazını ələ keçirdi, Rusiya Polşa sərhədinə girib, İsrail Tehrana raket atdı, Türkiyə boğazları bağladı və dünya artıq əvvəlki dünya deyil. 6 güc, 6 fərqli tarix, ideologiya və maraq bir savaşda toqquşur. İndi gözlərini yum və bu dəhşətli ssenarini bizimlə birlikdə düşün. Amerika Birləşmiş Ştatları dollarla, Hollywoodla, silahla dünyanı yönəldən imperator. 800-dən çox xarici hərbi baza, ən qabaqcıl texnologiya, ən böyük nüvə donanması, amma içdən çürüyən bir sistem, irqçilik, iqtisadi bərabərsizlik, sosial parçalanma. Çin, susqun nəhəng, səbirlə irəli